Burada qalacaq. Yox, bura çəkiləcəyimiz yerdir. Həmin ev. Gördüyünüz kimi bu evdə çəkiliş eləyəcəyik. Baxın bu ev. Bəlkə çəkməyək. Ay Allah. Yağış da mənim kimi deyə. Gah yağır, gah yağmır. Ha bunun əsəblərlə oynayır. Bunu çəksək, partladacaq. Su da əlimizdə partlamasın. Bir dənə qalmağa da yer tapsaydıq, çəkişlər sağa başlayardıq. Hara yersən? Dayı, biz bu evdə çəkiş eləmək istəyirik. Kirayə bilmir sağlıq tapmaq olur. Birincisi salam. Sağ ol. Bu evdə çəkiliş eləmək istəyirsiniz? Bəli, bəli, bu evdə. Bu evdə? Bəli. Senariya ver baxım, xəbər eləyərəm. Dayı, mütəxəssissən sən. Senariyadan fikir bildirəcəksən, sağ ol. Senariya baxmasam kömək eləyə bilmərəm. Sponsorlardan bir çəkirik, bir də bu gəldi. Nə deyirsən? Heç nə dayı. Amerika formatı verim, yoxsa fransız? Sinopsis, logline, tretmana ehtiyac yoxdur ki. O nədir bala? İkportla. Gedəksə qalmağa ev təşkil edeyim. Ay Allah, hara getdi? Əbülfəz də getdi. Kişi ilə danışır da, hə? Sənin burnunda artıq ət yoxdur. Yox. Səndə var? Yox. Yaxşı. Nə olur, burunda artıq ət olanda nə olur? Pis görsənir. Oksigen beynə gec gedir, insanda qavrama problemi olur. Səndə qavrama problemi var, yəni onu demək istəyirsən, onu görsün. Məndə Yox, qavrama. Sən mənə deyirsən, məndə Yo, qavrama. dəqiqləşdirirdim, demirəm. Ay, Əbülfəz, bura haradır? Ayaqqabılarım da batdı. Uy, tora bax. O nə deyilər? Daraq da öyle. Daraqdır. Könə bir şey oxşayır. Heç olmasa yuyub təmizləyərsən. Amma qəşəng. Bayaq elə mən də gələndə qurtqan cırıldı meşədə. Kömək eləyərsən bir yerdə onu tikərik. Eləyərik. Alo. Narahat olma. Gözüm üstündədir. İndi nə eləyir? Qoy baxım, sənə xəbər eləyəcəm. Narahat olma. Sağ ol. Çəkmirəm. Gedirəm Bakıya. Nə oldu? Bir dənə prank eləmək olmaz. Baxmaz nə oldu? Əbülfəz, sən bir dəfə demişək ki, mən belə şeylərdən qorxuram. Nə qorxursan, sadın qorxmaz deyə şey olar. Əbülfəz, uşaqların hamısı məni güclü biri kimi tanıyır. Onlar bilsə ki, mən qorxuram, bilsən nə olar? Qorxmaz, sadəcə bir kinodur. Nə alajan yoxdur, nə də elə belə bir hekayə. Alajan da oynayan da bizim Məryəm olacaq. Sonra gəl Netflix, kinoteatr, qırğın. Uşaqlar, gəlin. Əbülfəz çağırır. Gedə görə nə deyir? Kadrlarla bundan sizin. Sifətə bir dənə qorxuludur. Çox qəşəng kadrlar. Sən nə altlara parmağın var? Allah! Növbəti videolarda götür. Day, maşın xarab olub. Usta lazımdır. Necə, nə edə bilərik? Gedək mən baxım. Mən maşın ustasıyam. Oradan.
Məryəm mənə hədiyyə etmiş. Qorurdum, gözüm Deməli, əziz izləyicilər, gördüyünüz kimi kənd həyatı, meşə, yağış. Sıçasan belə kənd həyatının içinə. Burada mal boxundan başqa nə var? Nəysə, gedək sizi qazıyıb bağladan. Bura heç prinsiplərimə uyğun deyil. Egzotik. Odunçu nə iş var burada? Ev onun evidir. Mən maklerəm, cariyə verirəm. Ev burada. Evə görə nə qədər verməliyik? Qonağımız. Amma məndən sizə tövsiyə. Çəkiliş falan fikrindən əl çəkin. Onsuz da Azərbaycanda kino yoxdur. Bir də ki, bu mövzuya əl bulaşdırmayın. O ev Alacenin evidir. Allah, nə evdir? Sənə nə var? Biz hara nə bulaşdırırıq? Ay, çox qorxdum. Həmişə belə səssiz gəlirsiniz? Adətən. Aktris olaraq prinsipləriniz çox xoşuma gəlir. Başqa nə kimi prinsipləriniz var? Əslində çoxdur prinsiplərim. Kino Netflix-ə getməsə heç bu layihə mənlik deyil. Aktrisa olaraq tələblərimi qarşılayacaq heç nə yoxdur burada. Bəs hansı kinolarda oynamısınız? Belə bir xanım, gözəl bir xanımla rastlaşmamışam heç. Əslində açığı müğənniyəm. İlk kino çəkilişimdə, hə. Bəs təhsil, aktyorluq? Hər birimiz həyatda aktyoruq. Yox xanım, belə olmaz. Belə olmaz. Təhsil şərtdir. Mən bu işin təhsilini almışam. Universitet oxumaq şərtdir ki, Təhsil təkcə universitetlə olmur ki. maddi çətinliklər bir çox insanın xəyallarını puç elədi. Mən də o qurbanlardan biriyəm. Həyat vurduqca vurdu. Yazığı gəlmədi. Nə qədər çox ağladınsa, o qədər çox vurdu. Atam mənə inanmır. Hara gedirəmsə qardaşımı da göndərir ki, məni istəsin. Siz də inanmırsınız. Sizdən bu sözləri eşitmək, nə bilim, qoy bu da o zərbələrdən biri olsun. Necə sağ-sağlar hamısı. Nə olub? Niyə gəldin? İmkan verməzsən. Qorxu kinosu çəkən bir komanda var. Bir müddət sonra hamısı naməlum səbəblərdən öldü. Əslində mən Alajin haqqında araşdırmışdım. Bu iri döşlü, saçları önə tökülmüş bir qadın personajdır. Çox qorxuludur, rədd edilmiş və atılan bir qadındır. Evdə tualet var. Evdə tualet
Evdə yox, həyətdə var. 50-60 metr uzaqlıqda. Deməli, yuxudan qalxmaq, əyni geymək, əgər ayaqqabının iplidirsə iplərini bağlamaq, qaça-qaça getsən 7 dəqiqə ordasan. Yox, çatdırmaya da bilərsən. Ona görə düyməni açıq saxla. Ay, çox qorxdum. Yaşırsan kimi qıza bu hərəkət? Yaraşmır. Yox. Qorxsan məndən? Hə. Ay Allah. Bax, sənə bir şey deyəcəm. Sənlə o özünü aktrisa hesab edən civciv arasında nəsə olub ya yox? Sən Məryəm, dedim axı onu. Bax ha, Əbülfəz, adına qurban. Əgər mənə yalan danışsan, lənətə gələcəksən. Heç bir işin düzgün getməyəcək. Allah and olsun, sənin yaxınlarından başlayacağım belə uzaqlarına, el hamısını deyəcəm. Olsa deyərəm. İnanın, İnan. Gətirdiyi yerə bax, elə Netflix fikirləşir. Çəkmirəm. Əbülfəz! Əbülfəz! Alacın obrazını da üstə götürdüyünə görə çox sağ ol. Onsuz da bu qədər yükü daşıyırsan, xərcləri də sən namusun qarşıladın. Yaxşı ki varsın. ay Allah, ay al, oy, ay. Əbülfəz! Nə oldu? Əbülfəz! Əbülfəz! Qışqırma, ayaq yalın getmə, ay, giyin onu, giyin. Ay Allah, boyuna qurban. Bu nədir? Oradakı mənə baxır, mən ona. Qorxmaz nə olur? Tualet evdən uzaqdır. Gecə birdən tutsa, qorxuram. Nəyə qorxursan? Sən görərsən düşərəm də aşağı. Bəs sonra? Nə sonra? Öz şimdi götür düşü gör də. Mən sətimdə gərginlik istəmirəm. Sən mən çəkişlədim, gəl sıç ağzıma. Netflixə gələcək kino. Sənin adın da orada olacaq. Yox, tutaq ki bir yerdə getdi və ya getmədi. İndi mən oradakı milçəklərə görə özümü sıxım, yoxsa bəs işimi necə görmək? Əbülfəz! Hə! Bu aktrisanın təhsili yoxdur ki. Hadiyan da. Daha vacib burada işlərimiz var, onu həll edirik. Uşaqlar, rahat yerləşə bildiniz.